Bizimkilərin bu dəfəki qonağı Mingəçevir şəhərinin Mingəçevir kəndində yaşayan tanınmış balıqçı, ömrünün 40 ilini balıqçılığa sərf edən Fidail Mustafayevdir. Fidail Mustafayev 1942-ci il fevralın 16-sı Mingəçevir kəndində doğulub. 1949-cu ildə Mingəçevir kənd 7 illik məktəbə yollanıb. 1960-cı ildə Mingəçevir şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirib. 1963-cü ildə orta təhsilini bitirib. Elə həmin il Mingəçevir şəhərində Çınqıl beton zavodunda operator vəzifəsində çalışıb. 1964-cü ildə Rusiyanın Kirov vilayətinə hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra doğma kəndinə qayıdıb. 3 il Mingəçevir şəhərində Hüseyin bəy Zərdabi adına gəmidə mexanik vəzifəsində işləyib. 1970-ci ildən Varvara balıq yetişdirmə zavodunda balıqçı işləyib. 1969-cu ildə ailə həyatı qurub. Bir il sonra Varvara balıq yetişdirmə zavodunda balıqçı işləyib. 4 övladı, 12 nəvəsi var. Mingəçevir kəndində anadan olmuşam. Gözümüzü açıb ancaq ailələrimiz görmüşük, kolxozda işləyirlər. Biraz biz böyüyəndən sonra onlara kömək edirdik. Sonra biraz da böyüyəndən sonra biraz qoyunumuz, keçimiz var idi. Aparıb onları otarırdıq. Nə bilim, gedib meşədən odun gətirirdik dərsdən sonra. Kəndimizdə 7 illik məktəb idi. Onda şəhərdə hələ məktəb var idisə biz bilmirdik. Sonradan 52-ci ildən sonra yavaş-yavaş şəhər böyüdü. Ancaq əkinlə, bir də heyvanla, o da elə çox. Heyvan saxlamağa icazə vermirlərdi. Az heyvan saxlayardıq. Tərəvəz əkərdik həyət yanı sahəmizdə. Aparıb qatıq süt satırdıq ailənin dolanmağına görə şəhərdə. Sonradan da məktəbi getdim, orta məktəbə Mingəçevir şəhərində 1 nömrəli məktəbə 8 il orada başladıq. Bura 7 illik idi. Orada da qutarıb Çınqıl beton zavodunda çalışdım. Operator vəzifəsində, işində. Oradan da məni çağırdılar hərbi xidmətə. Hərbi xidmətimdə Sovet Hökmdarının torpağında Kirov vilayətində qulluq eləyirdik, Tayqada. Ancaq ünvanımız Palavoy poşt gedirdi. İndi mən istərdim ki, getməyə hərəkət əsgərlik illərinə və uşaqlıq illərindən danışaq, atanız, ananızla bağlı danışaq. İstərdim ki, atanız kim olub, ananız kim olub, sonra ən əsası ailədə neçə uşaq olmuşsunuz, siz neçənci uşaqsınız? Ailəmizdə atam müharibəyə gedib, atam müharibəyə gedəndə 42-ci ildə mən 6 aylıq olmuşam. 43-cü ildə atamın qara kağızı gəlib Ağdaş rayonuna. Oradan çağırırlardı bizi. Biz Ağdaşa bağırdıq. Sonra 47-ci ildə, yoxsa 48-in əvvəlində anam ikinci həyat yoldaşı ailə qurub. Atalığım, Allah ona rəhmət eləsin, çox yaxşı kişi idi. Mən atamı görməmişəm, ancaq o kişini görmüşəm. Uşaqlıq illərimiz indi o vaxtı, indiki uşaqlıq illərinə baxanda əlbəttə ağır keçir. Çox ağır keçir. Nə idi o ağırlıqları, o illərin? O illərin ağırlıqları şərait yox, stol skamı yox, kravat yox. Ondan sonra məhsul az. İndi uşaq stolun üstündə cürbəcür konfetlər, nə bilim, şirin çörəklər. O vaxtı qəndi stolun üstündə harda idi? Yox idi. Yox idi, çətin. Bəli, çətin dolanırdıq. Yenə onunla çalışırdıq, həmişə çalışmışıq. Uşaqlıq həyətində kürün qırağında oynayırdıq, kür qıraqlıyıq. Yay oldu, kürdən çıxmırdıq. Gəlib bizi böyük qardaşım, atalığım, anamza danlayırdı ki, niyə çox çümürsünüz suda? Kürü otaya, 4-cü sınıfda oxuyurdum, kürü otaya üzüb keçirdim, o yüzden bu yüzden. Nə bilim, gedib balıq tuturduq. Bax, indi mən istəyərdim ki, elə balıqçılıqla bağlı danışaq. Elə balıqçılıq da... Hardan başladı balıqçılıq? Balıqçılığı da elə uşaqlığım demirəm, burada qaçırdıq, xəlvət yeyib balıq tuturduq qarmaqla. Torla, sürütmə tor deyirlərdi o vaxt, indi belə torlar yox idi. Əsgərlikdən də gəldim,
əsgərlikdən gəldim. İnstitut zoologiyanın burada laboratoriyası var. Onun gəmisinə işə girdim, mexanik köməkçisi. Orada da biz ekspedisiyaya çıxıb balıq ovluyurduq. Bütün cins balıqlar, hansı cinsdən onu analiz eləyirdik. Elə oradan balıqçılığa başladım. Ailədə balıqçı var idi, onların yəni biraz təsir oldu. Ailəmiz bizim Mingəçevir kəndi, bacarığı olan, hamısı bu kürdə balıqçılıq eləyib, nə təri. Elə belə, daha indiki balıqçılıq kimi yox. Həftədə bir dəfə, 10 gündə bir dəfə, gecə, gündüz, nə bilim, gedib balıq tut gətirirdi, ailəni saxlamaqdan ötəri, ailədə balıq yeməkdən ötəri. Anam danışardı ki, müharibə ilində əminlə hərəmiz nə qədər balıq beşuğa şəllənib, piyada yevlağa aparıb orada stansiyada bir yerdən balığı verib qaydırdıq. Elə şəraitlərdə olub. Elə balıqçılıq elə bu kür qırağına görə həvəs yaranıb məndə. Sonkalarımızı gizləyirdik məktəbdə oxuyanda, qaçıb balığa gedirdik. Evdə də biləndə məni döyürlərdi. Sonra da oradan gəlib İnstitut zoologiyanın gəmisində 2 il işləyəndən sonra 3 il işləyəndən sonra keçdim Varvara balıq zavodunda. Meliorasiya işinə baxırdıq. Meliorasiya işinə. Deməli, Mingəçevir su anbarının sahilləri meşə zolağı yox idi. Ora ağac zolaqları əkirdik, gətirib, pürən səpirdik ki, yulğuq ağacı pissin. Süpürgə planımız var idi, balıq kürü tökməkdən ötəri. Çünki sahillərdə ot zad yox idi. Ağac yox idi ki, balıq kürü tökən vaxtı kürüsünü onun üstünə töksün. 40 bin süpürgə planımız var idi, biz də 41 bin vururduq. Süpürgəni sudan çıxardanda bu çöl süpürgəsini. Çıxardanda süpürgə görünmürdü kürünün əlindən. Məsələn, elə artırmışına baxırdıq. Mən evimə gələndə çöldə yaşayırıq. Kimi palatada yaşayır, kimi vaqon tapıb vaqonda, damda yaşayır. Düzdür, rəhbərlərimiz, zavod rəhbərləri bizə köməklik eləyir, alət verir, yanacaq verir, geyim paltarı verir, yatacaq verir. Bir də maaşımızı, bir də mükafatımızı verirdi. Biz də ovluyuruq balığı. Ovluyuruq, bizi şəxsən mənim balıqçılığımda, mən Varvara balıq zavodunu ona görə seçmişəm ki, onun işi daha çətin olur. 2 cürə balıqçı olur. Hal-hazırda deyilər, bir var ovlama balıqçı, dövlət səviyyəli. Bir var yetişdirmə balıqçısı, ovlamaq, törəci balıqları ovlamaq. Biz törəci balıq ovlamışıq. Törəci balıqlarda körpə uşağı bəsləmək hasaddır. Kim törəci balığı ovlayıb, onu saxlayıb, diri balıq maşınları var. Jivayra var. Örnək yazır, spes. Ona gətirib çatdırmaq o balığı. Ona da verir isə ona bıraxandan sonra suyu, balığı o suya, o maşının kəndinə. Sən buradan Bakıya apar, Gədəbəyə apar, Sevana aparmışıq balıq. Elə şeydir, balıqçı həyatı maraqlıdır. Həm çətin həyatdır. Həmişə mübarizədə olursan. Çətin... Dalğalara rast gəlirsən. Hansı çətinliklərlə üzləşmişsən? Dalğalarla o qədər üzləşmişəm ki, qışın günündə də su lötkə, qayığa dəyir dalğa. Oradan qalxır sifətinə, buradan da axır, alt paltarı qataqayət olsa, hamısı salır.
Öyle bütün günü. Bax, çətinliklər olub. Elə çətinliklər olub ki, qorxmuşuq. Amma özümüzü itirməmişik. Görək sahilə sağ çıxa biləcəyik, yoxsa yox. Ondan sonra qısa danışıram biraz. Məsələn, axşama qalıb, gecikmişik, duman gəlib tez. Duman tutub bizi suyun ortasında qalmışıq. 22 saat suyun üzündə qalmışıq. Dekabr ayının 22-si idi. 22 saat oyaq qalmışdınız, yoxsa... Oyaq orada yatmaq olar, qorxuda. Yatmaq mümkün deyil də. Qorxuda yatmaq olar. Səhər açılıbdır, saat 12-dir, yenə tapanmırıq sahili. Qorxu bizə gəldi ki, ən çox onda qorxduq. İkinci sutkağa qalaq. Saat 1-ə işləmiş külək əsdi. Külək əsəndə küləyin səmtini tutub getdik. Bir xeyr gedən sonra gördük ki, ağaçlar görünür sahildə. Həmişə çətindir. Ağır işlər orada çox çətinlik. Biraz ehtiyatsızlıq olsa ölümdür da, balıqçılıq. Fidail bəyin həyatda ən böyük arzusu nəvələri ilə bağlıdır. Bugün yenə də nəvələrinin qayğısı, onların problemləri ilə maraqlanır. Çətinlikdən heç zaman qorxmayan Fidail Mustafayevin fikrincə, insan istəsə, çətinliklə də olsa, hər bir işin öhdəsindən gələ bilər. Yetər ki, insanda ona istək və əməyə sevgi olsun. Hansı balıqlar daha faydalıdır insan üçün? İraq bizdən sağlam adamlara, nə qədər yağlı balıq isə o qədər qəşəng, yaxşıdır. Amma biraz pəhriz, daha xəstə demirəm, pəhriz saxlayan insanlara, məsələn, sıf balığı. Sudak bizim dildə də öyle, ədəbiyyatımızda o adı sıfdır. Sıfdır. Sonra külmə, çapaq, leşdir, vobladır. Ən nədir, vitaminli balıq leş balığıdır, çapaq. Mənim İnstitut Zoologiyada bir professorum var idi. Şəkli idi əslində, rəhmətə getdi. Deyirdi, bizə bura gələndə komandirovka, mənə çapaq gətir. O vaxt özlər qızıl balıqda olurdu, xəşəbdə olurdu. Respublikaya, ovlamaya icazə verən o kişi idi. Hansı balıq istəmir ki o? Ancaq bizim su anbarının çapağını istəyirdi, leşini. Deyirdim, Yusuf müəllim, Əbdürrəhmanov Yusuf idi. Deyirdim, Yusuf müəllim, niyə sən o çapağı sevirsən? Deyirdi, ən vitamin çox olan balıq leş balığıdır. Sonra Azərbaycanda xəşən balığı, ən sevimli balıqdır. Və özünüzün ən çox sevdiyiniz balıq hansı balıqdır? Mənim üçün fərqi yox. Fərqi yoxdur sizin üçün. Şahmay balığı, şamayka deyirlər. Deməli, Sovetin vaxtında o balıq satışda yox idi. Ovlanan kimi hara gedirdi onu bilmirdik. Düzdür, əldə tapılırdı. Amma satışda o balıq yox idi. Çox yağlı balıqdır. Xəşəm tuturdu, ağsaqqallarımız hələ mən uşaqkən. Xəşəmi tuturlardı, arasında 5 dənə, 3 dənə, 2 dənə şamayka balığı çıxırdı. Onun cüvlərlə soxurlardı. Xəşəmi qoyub şamaykanı sevirlərdi. Qızıl balığın ayrı tamı var, nərə balıqları 3-4 cürədir, cinsli, sort növləri var. Nərə balıqların ayrı tamı var. Hamısını sevirik. Amma hamısını təzə-təzə yeyəsən. ...69-cu ildə ailə həyatı qurmuşam. 70-ci ildə qızım dünyaya gəlib. 72-də böyük oğlum. 74-də bir oğlum. 76-da da balaca oğlum. Vallahi nə deyim, Allah hamının evlatlarını sağ eləsin. Evlatlarıma yaxşı tərbiyə vermişəm. Özüm çöllərdə olmuşam, balıqçı olmuşam. Mən də qonaq gəlirdim evə. Oğlum belə qaldı, papa, başından düşək bu. Ha vaxt gedirsən işə? Deyirdim, qalacam, amma səhər durub gördü, ata yoxdur. Ata gedibdi işə.
Mən gözümü açandan atam balıqçılıqla məşğul olub. Yəni Sovet dövründən bəri əziyyətlə çalışıb, bizi boya başa çatdırıb. Yəni ömrü dənizdə balıqçılıqla məşğul olub. Yəni biz də onun sayəsində böyük başa çatmışıq, hərəmiz bir iş sahibi olmuşuq. Xasiyyəti də belədir ki, biraz işgüzar adamlar, təmiz qəlbli, təmiz insandır. Mən də fəxr edirəm ondan ki, belə atam var. İndi hal-hazırda o sənətin daşıyıcısı olmasaq da, bizi başqa bir sənətlərə yönəldib, Allah'a min şükür ki, bu sənətlərə yiyələnmişik. Fəxr edin atamızdan. Artıq 10 ildir mən bu ailədə gəlinəm. O qədər gözəl insan, həm gözəl ailə başçısıdır, həm gözəl qaynatadır, həm gözəl atadır. Mən ona qaynata kimi yox, bir ata kimi baxıram. Sözün əsl mənasında çox gözəl insandır. Evladlarına qarşı, nəvələrinə qarşı o hər bir qayğını bizə göstərib. Həmişə, necə deyərlər, gözəl həyat yoldaşıdır, gözəl babadır. Onu demək olar ki, bu nəsildə hamı ağsaqqal kimi qəbul eləyir. Hamı ona məsləhətə gəlir. Necə deyərlər, yəni dünyada ən gözəl sözləri mən qaynatam haqqında deyə bilərəm. Həyat yoldaşınızla necə tanış olmusunuz? Xatırlayırsınız yəqin ki o illər. Həyat yoldaşım o vaxtı özü sevib seçmək yox idi, az idi. Bizim vaxtımızda, bizdən qabaqda. Deməli, əsgərlikdən gəldim. Anam da, atalığım da rəhmətə gedib, mən əsgərlikdə olanda. Anam qalıb tək. Böyük qardaşlar evlənib ayrılıblar. 2 bacı, 2 qardaş qalıb mənim himayəmdə. O da anam cumubdu, gedib uşaqlara, qoşulara eləyərəm, tez evlənim. Evlən. Daim oğlu var idi, rəhmətə gedib. Daim oğlu burada gəldi, bana dedi ki, bu evin yerində. Evimiz oradır. Orada balaca qardaşlarım var. Evlənmək lazımdır. Kimin qızını istəyirsən? Çox dirəndən sonra dedim, gedin filankəsin qızını alsın. Birazdan dedilər, yox. Sonra dedim ki, onda Qiyas kişinin qızını. Bu da qonşudur, bax bu yoldaşım buradadır, əsilləri Samıqlıdır, 52-ci ildə gəliblər. O su anbarı yaranından sonra bura gəliblər. Deyən kimi burada yol var idi arada, qonşulardan. Anam tumanın əlini alıb bayaq getdi. Gedib kişiyə deyər ki, qızı ayrı adama verməmsən ki, söz vez olmayıb ki, deyib yox. Deyib, qız mənim, oğlum alacam. Elə onunla da elçilər, sonra da toy. Yəni, valideyn övladın fikrini nəzərə almırdı. Yəni, burada əsas işi valideynlər görürdü, yəni, öz övladlarını. Ona söz yox, eləyir. Dahası indi görsən, məsələn, mən seçdiyim qızdan yaxşı qız oldu, ağıllı ailə oldu. Bəs siz övladlarınıza necə, özünüz seçmişsiniz, yəni öz oğlanlarınıza həyat yoldaşını, yoxsa özləri seçiblər? Həm bizim şeyimiz olub, təsirimiz olub, həm özlərinin. Bəs övladlarınız, yəni oğlan övladlarınız, onların içərisində heç biri balıqçı olmadı. Niyə? Qoymamışıq. Niyə qoymamışsınız? Çünki balıqçı həyatı ağır həyat dedim, da sizə çətin həyatdır. Maraqlıdır, kişi işidir. Həvəs göstərən yox idi övladlarınızın içində, yəni oğlanlardan ki, balıqçı olacaq gələcəkdə, yəni olar uşaqlıq illərində. O ortancı oğlumu biraz apardım, işlətdim. İndi quruluş, hələ mənim yerimə bir qadir də qaldı Varvara balıq zavodunda. Mən pensiyaya çıxandan sonra. 1-2. Sonra da quruluş dəyişdi. Quruluş dəyişəndən sonra onu qoymadım balığa getməyə. Biraz buralarda işlədi, indi yaxşı şəhərdə sayılan kebabçıdır. Fidai bəy, istərdim ki, əskərlik illərindən də danışasınız. Çox güman ki, o illərdə həm maraqlı keçib, həm 64-67-ci illər əskəri həyatım olub. Əskərik çətin olub. Özüm də raketli hissədə olmuşam. Bütün qitələri vururdu o raket. Azərbaycanlıları heylə yerlərə salmırlardı hər saat. Çox sekretli idi. Hələ bizim ünvanımız bağlı gəlirdi.
Palovoy poşt deyirlərdi. Hələ hətta bir gülməli söhbət deyim. Daimoğlu mənə yazdı ki, yerini yaz ki, qorxuzurlar sizi. Həqiqdə hər yol iclası razvodda deyirlərdi ki, kim buranın sekretini açsa onu voyinli tribunala verilir. Mən də Daimoğlu əl çəkmədi, neçə dəfə məktub yazandan sonra bizim kolxozun həyətində, idarənin həyətində, o vaxt mən uşaq olanda Sergey Mironov Kirovun heykəli var idi. Daim o Səməd Vurğun, rəhmətli yazıçımız Səməd Vurğunun da bir şeiri var idi, Ölməz Qəhrəman. Ölməz Qəhrəman şeirindən 5 almışdım, 4-cü sinifdə. Həmən şeiri Səməd Vurğun Sergey Mironov Kirova qoşmuşdu. Yazdım ki, yaz görüm Ölməz Qəhrəman şeirinin qəhrəmanı kimdir? Cavab məktubunda gəldi ki, bildim, Kirovdasan. Yerimi elə bildirmişdim. İndi dostlarınızdan istərdim danışası. Uşaqlıq dostlarım kətdəndir. Bir yerdə oxumuşuq ibtidai məktəbi, sonra getmişik orta məktəbə, ayrılmışıq bəzilərimiz. Hələ də duranlar da var, rəhmətə gedənlər də var. Çətin evlənib, ailə qurana qədər. Ailə qurandan sonra nə qədər yaxın dostu olsan da, uşaqlıq yoldaşın ayrılırsan. Sahəyə görə. Biri gedir sürücü olur, biri mənim kimisi gedib balıqçı olur. Vaxtında görüşənmirik, nə bilim, biri nə olur, ona görə. Amma həməsə dostum, çörəkli olmuşam. Dostum, tanışım çox olur. Respublikanın çox yerində məni tanıyırlar. Bir balıqçı kimi, qabaqçıl balıqçı kimi. Hətta bizim şöbə müdürümüz var idi, Sadaqət Məmmədova, sonra Hüseyin Bagirovun nazirliyində şöbə müdürü işlədi, gəlib. Hüseyin Bagirov özü gətirdi. Mənə əməkdar balıqçı adı verirlərdi. Nəsə, niyə görəsə vermədilər. Orada bildim niyə görəsə, onu da vermədilər. Amma gəlib yazıb pozma aparmışdılar. Sonra Kaspiyan Fışşindi deyirlər. Neçə də mənə təhlif eləyib, gəl bizlə işlə. Eksmedilli gəlib yanıma. Getməmişəm. İyi də ki, evdə torzat toxuyuram, ov alətləri hazırlayıram, mala baxıram. Ondan sonra məsləhətlər alırlar, bu xüsusi təsərrüfatlar özünüz bilirsiniz, Azərbaycanda çox yayılır. Xalqımıza da xeyri var, ona görə ki, həm iş yeridir, fəhlələr işlədirlər, həm də balıq məhsullar təmin olunurlar. Qiymətə görə onların böyük təsiri var. Bizimkilər bu dəfə sizə tanınmış balıqçı Fidail Mustafayevi daha yaxından tanış etdi.